Gələn mövsüm Azərbaycan Premyer Liqasında futbol azarkeşlərini olduqca maraqlı və rəqabətli bir çempionat gözləyir. Yeni mövsümdə ümumilikdə 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bu komandalar arasında üçü Neftçi, Zirə və Sabah paytaxt Bakını təmsil edirlər. Digər komandalar isə regionları təmsil edərək Azərbaycan futbol xəritəsində rəngarəng və rəqabətli mənzərə yaradacaq. Son illərin dəyişməz çempionu olan Qarabağ yenə də turnirin əsas favoritidir. Komanda həm daxili, həm də beynəlxalq turnirlərdə göstərdiyi stabil çıxışla Premyer Liqada rəqiblərindən bir addım öndə olduğunu sübut edib. Qurban Qurbanovun rəhbərliyində komanda 2025-2026 mövsümünə də iddialı şəkildə hazırlaşacaq. Qarabağa çempionluq yolunda mane ola biləcək əsas rəqiblər sırasında Sabah, Neftçi, Zirə və Turan Tovuz ön plana çıxır. Sabah son mövsümlərdə göstərdiyi yüksəlişlə böyük ambisiyalar ortaya qoyur. Neftçi isə zəngin tarixi və güclü azarkeş dəstəyi ilə bu mövsüm çempionluq üçün daha ciddi hazırlaşacaq. Zirə sabit performansı ilə daim ilk üçlük uğrunda mübarizə aparır. Turan Tovuz isə bölgə futbolunu yüksək səviyyədə təmsil edən komandalardan biri olaraq bu mövsüm daha iddialı çıxış etməyə çalışacaq. Çempionatda bu mövsüm maraqlı bir yenilik də var. Qəbələ, İmişli və Karvan klublarının Premyer Liqaya qayıdışı futbol ictimaiyyətində böyük maraq doğurub. Bu klubların əsas məqsədi elitada möhkəmlənmək və yüksək yerlər uğrunda mübarizə aparmaq olacaq. Xüsusilə İmişli və Karvan uzun fasilədən sonra Premyer Liqaya qayıdaraq çempionata yeni nəfəs gətirəcəklər. Onu da vurğulamaq lazımdır ki, bu iki komandanın ev oyunlarına səfərlər heç bir rəqib üçün asan keçməyəcək. Həm azarkeş dəstəyi, həm də meydan üstünlüyü baxımından İmişli və Karvan səfərləri rəqiblər üçün ciddi sınaq olacaq. Şamaxı klubu bu mövsümə tamamilə yenilənmiş heyətlə çıxacaq. Klub əsas heyətin əksər oyunçuları ilə yollarını ayıraraq yeni bir layihəyə start verib. Bu ildə komandanın sükanı arxasında təcrübəli baş məşqçi Ayxan Abbasov olacaq. Onun rəhbərliyində formalaşacaq yeni kollektivin uğurlu olub-olmayacağı isə zamanla bəlli olacaq. Kəpəz klubu isə baş məşqçi Azər Bağırovla yollarını ayıraraq yeni bir mərhələyə qədəm qoyur. Gəncə təmsilçinin bu dəyişiklikdən sonra hansı məşqçi ilə anlaşacağı və komandada hansı yeniliklərin olacağı böyük maraq doğurur. Azarkeşlər 2025-2026 mövsümündə Kəpəzin hansı səviyyədə çıxış edəcəyini səbirsizliklə gözləyir. Bu klubun zəngin tarixi və azarkeş bazası mövsüm ərzində diqqət mərkəzində olacaq. Sumqayıt, Şamaxı, Kəpəz və digər bölgə komandaları Premyer Liqada futbolun coğrafi və taktiki rəngarəngliyini təmin edir. Bu da turnirin keyfiyyətini və maraqlılığını artıran əsas faktorlardandır. Güclü çempionat təkcə meydandakı oyundan deyil, azarkeşlərdən də qidalanır. Stadionları dolduran sadiq fanatlar klubları üçün real qüvvələrdir. Hər bölgədə və hər şəhərdə futbol sevərlərin aktivliyi həm çempionatın abu-havasını yüksəldəcək, həm də futbol mədəniyyətinin inkişafına töhfə verəcək. Bu baxımdan 2025-2026 mövsümündə azarkeşlərin stadionlara axını böyük rol oynayacaq. 2025-2026 Azərbaycan Premyer Liqası yeni klublar, məşqçi dəyişiklikləri və heyət yeniləmələri ilə olduqca rəngarəng və maraqlı keçəcək. Qarabağ yenə favorit olsa da onu sıx izləyən iddialı rəqiblər, yenidən qurma yolunda olan komandalar və coşqulu azarkeşlər mövsümə xüsusi rəng qatacaq. İnanırıq ki, Azərbaycan futbolunun gələcəyi üçün həyəcan verici bir mövsüm bizi gözləyir. Vaxt ayırıb izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz. Sağ olun.